Oğuz şəhərində sizə elə bir malikanə, elə bir mülk çıxartmışam satışa. Belə bir şey yoxdur. 19 sotun içərisində çox möhtəşəm bir bağ evi ilə gəlmişəm sizə, əziz dostlar. Özəllikləri çoxdur. Bir-bir sadalayacağım sizin üçün. Xahiş edirəm videoya sonuna qədər izləyin və məlumatlı olasınız. Başlayaq elə giriş qapısından. Təsəvvür edin ki, ev sahibi o qədər detalçı insandır ki, gedib antikadan, antik əşyalar dükanından qapı qolu filan tapıb gətirib. Təsəvvür edirsiniz. Və bunlar hamısı antikadır. Bu hələ bunun giriş qapısıdır. Evin fasadına çox xüsusi bir daş örtüyü vurulub. Ağstafa daşı deyirlər. Deməli, yağış yağdı, gün çıxdı, ev başlayır parıldamağa. Elə bil ki, ev bütün fasadı Ağstafa daşı ilə örtülüb və çox maraqlı görsənir. Bax, burada 19 sot həyəti var. İçərisində cökə ağacı, şabalıt fındıq, beroza ağacı. Yəni, bu formada yaşıllığı qurub. Burada belə bir maraqlı hovuzu var. İçərisində gördüyünüz kimi linerdən istifadə olunub tikintisində. Çox maraqlı bir hovuzu. Orada şəlaləsi var. Əziz dostlar, evin yerləşmə yeri Oğuz şəhərinin yuxarı tərəfi, yəni istirahət mərkəzlərinin bir addımlığında. Bütün 360 dərəcə dağ mənzərəsindən əhatə olunub. Burada balaca bir yer var heyvan saxlamaq üçün. Ondan sonra keçək, sizə mən yay mətbəğini göstərim. Daha sonra qaydaq evi sizə izah edeyim. Və həyətin quruluşu elədir ki, elə formada hesablanıb qurulub ki, su saxlamır. Yağışlı vaxtlarda birbaşa su axını mərkəzi kanalizasiya sisteminə qoşuludur və ona görə heç bir problem yaşanmır. İndi isə mən sizə yay mətbəğini göstərim. Bax, belə bir geniş bir yay mətbəği var içəridə. Ev sahibimizin yəqin ki, ovçuluğa marağı var. Hər tərəflərdə, hər tərəfində evin belə bir dərilər görə bilərsiniz, heyvan dəriləri görə bilərsiniz. Və istifadə olunan bütün deməli, taxta işləri, əl işləri hamısı çox orijinal vəziyyətdədir. Təqribən 12 il bundan əvvəl inşa olunmuş bir malikanədir. Həyətin arxa tərəfində də sanitar qovşağı var. Əziz dostlar, həyətində də belə sanitar qovşağı qurulub və keçək mən sizə evin içərisini göstərim. Ümumi evimiz 4 mərtəbədən ibarətdir. Hər mərtəbəsi 175 kvadratdır. Biz indi birinci mərtəbəyə giririk. İçəridə gördüyünüz bütün mebellər hamısı İsveç, Almaniyadan birbaşa gətirilmiş mebellərdir. Və bu gördüyünüz masanın özü olsun, bütöv belə deyim də materialdır, kəsintisiz. Bu təmiz dəridir, bu da xaricdən sifariş olub gəlib. Lüstrlərə də fikir versəz, hamısı çox maraqlı əl işləmələrdir, taxta əl işləmələrdir. Deməli, birinci mərtəbədə var bizim qonaq otağımız. Burada balaca bir mətbəğimiz yerləşir. Bir yataq otağı, bir sanitar qovşağı. Bu birinci mərtəbənin deməli gördüyümüz otaqlarıdır. Ev ümumiyyətlə hər bir tərəfdən kamera sistemi qurulub izlənilir. Divarları cütdaşdır. Bir dənə zəhmət olmasa bu mərmər travertinin işləməsinə baxın. Buna izləmə deyirlər. Baxın, daş gəlir, buradan da davam eləyir. Yəni daşlar bir-birini çox maraqlı şəkildə bütün xəttləri bir-birini oxuyur. Yəni bu özü bir istoriyadır. Bu özü çətin bir şeydir. Düşürük mənfi 1-ə. Mənfi 1-də bizi qarşılayır. Deməli, solda belə bir sanitar qovşağı, burada belə bir çamaşırxanası. Bu hissədə istirahət otağı. Burada yenə köməkçi bir otaq və burada isə saunası yerləşir. Bu hissədə. Əziz dostlar, qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədəyik. İkinci mərtəbədə solda belə bir yataq otağı, sanitar qovşağı. Bu hissədə belə bir geniş yataq otağı var və bunun özünün ayrıca sanitar qovşağı da mövcuddur. Təsəvvür edin ki, yataq otağında adi oturan stulların üzlüyü belə heyvan dərisindən üzlənib. Təsəvvür edin, bu güzgünün orijinallığına baxın. Hamısı əl işləridir. Yəni ev sahibi çox detaycıdır, çox hər şeyə diqqət edib. Bütün ev istipoldur. Yəni döşəmə istipoldur. Və əziz dostlar, davam eləyək.
Növbəti bir yataq otağı, burada köməkçi bir otaq var, çamaşırxana. Və içəridə A-dan Z-yə gördüyünüz bütün əşyalar qalacaq. İndi isə qalxaq 4-cü mərtəbəyə. Əziz dostlar, 4-cü mərtəbənin balkonundan qarşımıza açılan gözəl mənzərə. Təmiz havası, yaşıllığı, insan ruhu dincəlir. Hamınıza belə bir mülk olmağını arzu edirəm. Və 4-cü mərtəbəsi də mansard tiplidir. Gördüyünüz kimi burada da çox maraqlı lüstralar. Və bu gördüyünüz mebellər hamısı təmiz dəridir. Bütün mebellər, təkrar edirəm, İsveçrə və Almaniyadan sifarişlə gətirib yığılıb bu evə. Qiymətlə bağlı bizə yaza bilərsiniz, qiyməti burada qeyd edə bilmirik. Bizə yazın, təkrar edirəm, evin və torpağın qupçası çıxarışı hamısı qaydasındadır. Əlavə detallar üçün bizə yazın və sizin də satışda əmlakınız varsa, buyurun zəng eləyin. Birlik əmlak olaraq hansı şəhərdə yerləşməsindən asılı olmayaraq biz sizin əmlakınızı gəlib çəkib reklam edə bilərik.